fikirləriniz maraqlıdır, buyurun. Sağ olun, Allah razı olsun. Həqiqətən bu təyyarə zakazla vurulubdur. Nəyə görə vurulubdur? Çünki mənə də Moskvadan zəng olundu deyildi. Bu barədə vurulan kimi deyildi ki, burada Avropadan, yəni Azərbaycana gələn Çeçen emsallar var idi bu təyyarədə və onların adı çəkilmir, orada deyilmir də qətiyyən. Yəni orada görürsünüz Rus deyili, amma Çeçenlərin haqqında örgü söhbət gelmir. Orada 3 nəfər emsal olmalıydı bu təyyarədə. Belə xəbər var idi. Mənim ona görə səbəbim onu səslən ki, yəni biləsən ki, bu təyyarə nəyə görə vurulur. Əgər onları Grozno'da görsəklər, Grozno'da həbs eləsəklər, Grozno'da demək olar ki, müharibə baş gəlməzdi Qarayeva qarşı. Çünki onlar xəbər aparıb gətirirlər, hazırlıq görürlər Çeçenistanda çeviriş eləmək üçün. Əsas məsələ bu idi ki, onlar Çeçenistana düşməsinlər. Ona görə bu təyyarə vurulur. Bakıda ona görə icazə vermirlər bu təyyarənin qayıtmasına ki, Bakıya qayıtsın. Təyyarəni dənizdə bu, yəni məhv eləmək istəyirlər. Məsələ buydu burada qanun əsasən. Yəni bunu izlədirlər, deyirlər, qətiyyən. Yəni bu barədə söhbət gelmiş. Əsas məsələ buydu. Yəni mən bu məlumatı sənə atmışdım ki, biləsən sən də. Sizin öz fikriniz nədir? Sizin öz fikriniz nədir bəy qısa olaraq? Mənim öz fikrim budur ki, həqiqətən də Rusiya onsuz da Azərbaycanla qədər üzünə gül salından öz şeyi görür. Bu İlhanla bərabər, yəni xalqımıza qarşı düşmədilər. Bütün demokratik qüvvələri hamısını məhv eləmək istəyirlər, öldürmək istəyirlər. Bu Rusiyanın planıdır. İlhan Meşi buna baş edir, həyata keçirdir. Bir şey deyim, əsas sual burada budur ki, təyyarə 2 saat havada qalıbdır. Pilotlar niyə bir kəlmədə olsun Bakıya məlumat verməyiblər? Veriblərsə Bakı niyə açıqlamır? Əgər texniki nasazlıq olsaydı, Azal çoxdan açıqlamışdı texniki nasazlıq olsaydı. Əsas bunun üzərində düşmək lazımdır. Burada görsənmi, təyyarəçilərin 3 saatdır. İlham Əliyev də texniki nasazlıq demədi. İlham Əliyev də dedi ki, şübhəli məqamları var. Hayır, amma təyyarəçilərin 2 saatdır. 3 təyyarəçi saatdır. Amma hər yanda məlumat verirlər ki, yəni gizlətmək istəyirlər. 3 təyyarəçi saatdır hal-hazırda, yəni ki, bu məlumdur, dəqiq, mənə məlumat verirlər. Həqiqətən də bu Avropa şeydə də deyir ki, təyyarəçilərin 3 saatdır. Burada da deyirlər Avropada. Bunu bilərəkdən vurulan şeydir, bu Çeçenistanda bilgirdilər ki, bu təyyarədir. Amma əmr verilmiş ki, bu təyyarə vurulsun. Nəyə görə vurulsun? Çünki orada bir Çeçen emisarı var idi. Onlara görə vurulsun. Əsas məsələ budur. Yəni ondan artıq başqa bir şey. Çox sağ olun bəy, çox sağ olun. Var olun, çox sağ olun. Allah sizi var. Sağ olun. Dəyərləmədən Zəki bəy də dedi ki, orada Çeçen milliyyətçilərindən təxribatçılar deyir. Təxribat yox, belə pis çıxmasın. Çevriliş eləyəcək milliyyətçi, Putin rejimindən qurtulmaq istəyən o tanınmış 3 adam da var idi, belə deyək. Onların adı çəkilmir. Çox belə bir şey də dedi, belə bir versiyada dedi. Dəyərli vətənlərim, onlar düşsəydi, tutulsaydı da, onlar, necə deyərlər, Çeçenistanda bir narazılığa səbəb olacaq. Əslində qalsa, Zəki bəy bunu öz beynindən demir, hansısa mətbuatın yayımladığını tərcümə eləyib deyir bura. Onu mənə atırdı Zəki bəy, biləsiniz.